Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev iyunun 21-də karyerasında yeni bir səhifə açacaq. O, ilk dəfə UFC-də oktagona çıxaraq həm özü, həm də Azərbaycan döyüş idmanı üçün tarixi hadisəyə imza atacaq. Bu, təkcə bir idmançının uğuru deyil, həm də yerli MMA azarkeşlərinin illərlə gözlədiyi bir anın reallaşmasıdır. Tofiq uzun illərdir peşəkar döyüş dünyasında tanınan simalardandır. O, xüsusilə Rizin təşkilatında əldə etdiyi qələbələrlə beynəlxalq arenada adından söz etdirib. 2021-ci ildə məşhur Yapon döyüşçü Patrik Pitbulla qalib gəlməsi ilə diqqət çəkib və elə həmin döyüşdən sonra UFC-yə keçidi ilə bağlı söz-söhbətlər başlayıb. Bir müddət Bellatorda da çıxış edən Musayev bu dəfə dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC-də özünü sınayacaq. İyunun 21-də o, UFC Fight Night gecəsində Qırğızstanlı döyüşçü Mıktıbek Oralbay ilə qarşılaşacaq. Rəqibi UFC-də təcrübəlidir, lakin Tofiqin döyüş stili və təzyiq altında soyuqqanlı qalması ona ciddi üstünlük qazandıra bilər. Döyüşün nəticəsi Musayevin UFC-dəki gələcək mövqeyinə birbaşa təsir edəcək. Tofiqlə bağlı gözləntilər kifayət qədər yüksəkdir. O, yalnız texniki baxımdan deyil, həm də xarakteri, sakitliyi və döyüşlərə yanaşması ilə seçilir. Sosial şəbəkələrdə UFC-dəki debütü ətrafında maraq getdikcə artır. Xüsusən də Azərbaycanlı izləyicilər bu döyüşə xüsusi önəm verirlər. UFC-də uğurlu çıxış etmək üçün təkcə texnika və güc kifayət etmir. Bu, həm də psixoloji dözümlülük, taktika və təcrübə tələb edir. Tofiqin bu keyfiyyətlərə sahib olduğunu onun indiyə qədərki döyüşləri də sübut edir. Bu döyüş təkcə bir başlanğıcdır. Amma Tofiqin döyüş ruhu, səbirli yanaşması və təcrübəsi UFC-də adını daha da irəli daşıya bilər. Azarkeşlər möhtəşəm döyüş gecəsini maraqla gözləyir. Buna görə də bilet satışı yüksək səviyyədə gedir. UFC Fight Night-ı televiziya vasitəsilə izləyənlərə də şad xəbərimiz var. Saat 20:00-da başlayacaq turnir İdman TV vasitəsilə nümayiş olunacaq. Namiq Abbasov, Today Press TV.